Atası dedi, sağ olun bunu bize dediğimize göre. Adamlar dedi, sen bize sağ ol yok. Biz sadece bize öyrədirik. Deyiləni deyirik. Həqiqət Qurandadır. Sen Allah'a şükret ki bu güzel sureleri yazıp peygamberleri ile gönderip ve o insanlığın düzgün yolda olması için, rahatlığı için bu sureleri yazıp gönderip yoksa insanlık çok çetinlikte kalacaktı. Adam elə ordaca şükür Allah'ım sana şükür olsun dedi. Ve sonra da dediler ki gelin bir dini söhbət edək. Kim dini söhbətdən bilirsə desin və o birisi də o dini söhbətdən xəbəri olsun. Çünki paylaşmaq hər şeyin ən yaxşı yoludur və paylaşan insan çox mərhəmətli və yaxşı insandır. Çünki Peyğəmbərimiz də paylaşmağı sevərdi. Onlar dedi ki, yaxşı, gəlin sıra-sıra bir-birimizə dini söhbətləri deyək. Və hamımız dini söhbətləri bilsək daha yaxşı olar. Biz də başqalarına deyərik. Onlar başqalarına deyər və dini söhbət hər tərəfdə yayılar. Bir adam dedi ki, namaz qılmayan adama, yalnız Quran-ı Kərimin surələrini oxuduq. Sən oxumadın. Niyə? Yoxsa Quran-ı Kərimin heç bir surəsini bilmirsən? Adam dedi, yox, mən bütün surələri bilirəm. Sadəcə biraz yaşlıyam, unutqan olmuşam. Adamlar dedi, sən sadəcə bir yaş böyüksən bizdən. Necə ola bilər ki, unutqan olursan belə? Hə? Axı sən bizdən daha çox şey bilməliydin. Adam deyir. Hə, düz deyirsiniz, amma bir dəqiqə gözləyin, bəlkə yadıma düşər oxuyaram hansınısa. Hansını oxuyacan? Adam dedi ki, dini söhbətləri edin, yaxşı, oxuyacam. Sonra hamı razılaşdı ki, yaxşı, dini söhbətin bir ikisini edək. Sonra bu adam hansısa bir surəni oxusun, görək necə oxuyur. Adam fikirləşə qaldı ki, mən heç bir surə bilmirəm. Sadəcə hamının oxuduğunu oxusam o da olmayacaq. Çünki tez yadımda qalmadı nə oxudularsa. Və Allaha səcdə etməyən adam dedi, mən indi sizə Fatiha surəsini oxuyacam. Adamlar dedi, dini söhbəti birazdan edərək, qoy bu adam Fatiha surəsini oxusun. Ondan sonra adam oxumaya başladı. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ən-Rahmanir-Rahim. Məlik yevmiddin. İyyake nestaîn. İhdinas sıratal müstakîm. Adamlar deyir, bu niyə belə oxuyursan sən? Zəif və elə bil heç vaxt oxumamısan bu gözəl ayəti. Adam dedi, hə, mən oxuyuram da, yəni adam söz tapmadı ki desin. Çünki ayəti o Allaha səcdə edən adamın eşitmişdi. Ayəti ondan oxumaq istədi və dedi ki, mən bu ayəti yaxşı bilirdim, amma indi niyəsə belə oxuyuram. Sonra isə Allaha səcdə edən adam dedi, gəlin mən bir dəfə də oxuyum, görüm necə oxuyuram. Adamlar dedi, hə, yaxşı. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ən-Rahmanir-Rahim. Maliki yevmiddin. İyyake nestaîn. İhdinas sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim ve'd-dallin. Adamlar dedi, çox gözəl oxudun, içdən oxudun. Amma bu adam niyə belə oxudu bilmirik. Elə bil heç bilmirdi. Sadəcə fikirləşir. Görəsən bu ayət nətər oxuyum, elə deyirdi. Amma səndən bir yaş böyükdür bu adam. Niyə görə sən ayəti həm səvsiz, həm də yaxşı oxumadın, gözəl oxumadın? Hə? Sən amma ondan daha yaxşı bilməliydin. Adam dedi ürəyində. Gərək mən evdə namazımı qılardım. Qurandan heç olmasa bir-iki ayət öyrənərdim ki, bunlar məni tərifləyərdi. Adam bu səhvini qəbul etməkdənsə, yenə də fikri təriflənmədə və var dövlətdə idi. Sonra isə artıq gəlin daha bir dini söhbətə başlayaq. Kim dini söhbətdən bilirsə, bir-birinə desin sıra-sıra. Sonra bu söhbətlər hər tərəfə yayılsın. Ən gözəli dini söhbətin hər tərəfdə eşidilməsi, onun bilinməsidir. Quran-ı Kərim də belə eşidilərək dildən dilə gəlmişdir. Çünki o vaxtı kitab yox idi. Hamı ayətləri deyə bu zamana qədər gətirib çatdırmışdır və bu zamandakilər həqiqi ayətdir. Məsələn, depressiyaya girən insan Fatiha oxusa ya da Qul Huvallah oxusa biraz da olsun rahatlayar. Mən keçən dəfə bir depressiyaya girmişdim, yəni necə bir şeydir bilənlər bilir. İndi onu oxudum, yəni Fatihanı
ürəkdən oxudum və necə bir qüdrət, bir yaradılış, yazılış var idisə o kitabda, o dəqiqə rahatladım deyə bilərəm yəni. Çox gözəl idi. Adamlar dedi, hə, sən düz deyirsən. O kitabın hər bir səhifəsi böyük qüdrətli Allah tərəfindən yazılmışdır. Ona görə də Allah insanı hər cür rahatlıq və çətinlikdə çıxarmaq üçün bu yazılar qoymuşdur. Həqiqətən insana çox böyük xeyri var. Adamlar dedi, gəlin indi bir söhbətdən edək. Və axşam olmuşdu. Dedilər ki, söhbəti sabaha saxlayaq. Ona qədər hamı ən yaxşı söhbətləri tapsın, ən gözəl söhbətləri tapsın. Biraz da adam çox gəlsin. Ondan sonra söhbətə başlayarıq. Və hamı yenə sağollaşdılar və hamı öz evinə getməyə başladı. Namaz qılan adam isə şükür olsun Allahım sənə ürəyində dedi. Sən hər şeyin ən doğrusunu və ən yaxşısını bilənsən. Biz bilməsək də sən hər şeyin ən gözəlini görənsən dedi ürəyində. Amma namaz qılmayan adam dedi ki, nə olubdu? Görəsən bu adamı tərifləyəcəklər indi bugün. Məni heç kim tərifləməyəcək. Görəsən nə qarım məni tərifləsinlər. Gərək onda bu adamı elə göstərməliyəm ki, Allaha heç inanmır. Allahı fikirləşmir. Sadəcə mən Allahı fikirləşirəm və Allaha mən inanıram. Elə edəm gərək. Onda məni hamı tərifləyəcək. Amma görəm bu adama mən nə edə bilərəm? Hamının gözündən düşsün, heç kim ona baxmasın. Hamı ona desin ki, sən niyə görə belə edirsən? Hamıya pislik edirsən, heç kimə yaxşılıq etmirsən və Allaha yalandan inanıram deyib heç inanmırsan. Onda namazı niyə qılırsan? Desinlər. Deyə fikirləşdi. Görəm nə edə bilərəm. Amma o adam bilməlidir ki, o adamı Allah qoruyur və Allah qoruduğu adama nə olursa olsun heç kimsə bir zərər verə bilməz. Əlindən gələni belə etsə Allah onu qoruyar və zərər vermək istəyən adamın zərərini öz başına gətirər. Adam öz quyusunu qazar. Amma xəbərsizdir ki, adam öz quyusunu qazar. Qazdığı quyudan yalnız onun xəbəri yoxdur. Yalnız Allahın xəbəri var ki, bu adam özünə quyu qazır. Allah onu doğru yerə yönəltmək istəsə qullar vasitəsilə, adam doğru yerə yönəlməsə, onda qullar da çarəsiz yenə Allaha yalvararlar ki, o adam doğru yönəlsin. Allah da istəyər ki, hər qulu doğru yola yönəlsin. Çünki Allah heç bir qulunun zərər çəkməsini istəməz. Amma qul heç bir şey fikirləşməsə, yalnız var dövlət və hamının onun tərifləməsini istədiyinə görə də onda Allahı o adam eşitməməzlikdən gələr. Amma Allah həmişə onu gözləyər ki, yolunu bir dəfə də olsun qulum mən tərəfə gəlsin və mən onu qəbul edəcəm. Çünki Allahın böyük mərhəməti və qüdrəti var. Onun qüdrəti, mərhəməti sonsuzdur. İnsan bu qüdrəti, mərhəməti yalnız kiçik bir hissəsini başa düşə bilər. Böyük bir hissəsini başa düşmək üçünsə çox illər lazımdır. Allahın qüdrəti, mərhəməti bütün canlıların üstündədir. Sadəcə insan deyil, hər heyvan, hər canlı Allahın sevgisi ilə doludur. Çünki Allah bütün canlıları yaratmışdır və o canlıların hamısını sevir. Çünki Allah hamısına bir duyğu vermişdir. Hər bir canlıda bir duyğu var. Hər bir canlının bir duyğusu, insanın da bir duyğusu, hər heyvanın bir duyğusu var. Allah o duyğuları tək eşidəndir. İnsanlar bəzi duyğuları eşitməsə belə Allah bütün dünyadakı canlıların duyğusunu eşidər, bilər. Onun nə istədiyini, nə istəmədiyini bilər. Çünki yaradan Allahın mərhəməti bu kainatın hər tərəfində, hər genişliyində vardır. Allah sadəcə insanları düşünməz, hər canlını, hər şeyi fikirləşər. Ona görə də dünyada hər tərəfdə nizam vardır. Abunə olun, əlimdə qalsın. Hər kəsə təşəkkürlər.